sallallahu aleyhi ve sellemin yanına Cebrail aleyhisselam gəlir. Ona İslam haqqında, iman haqqında, ihsan haqqında sual verir. Bilirsiniz məşhur hədis. Məşhur hədisdir, hamının bildiyi hədis. Bu arada onu da fikirləşək ki, kim kimin yanına gəlir? Cebrail aleyhisselam, hansı ki düz orada kişi dilində gəlmişdi, kişi qiyafəsində, özür istəyirəm. Amma bilirsiniz Cebrail aleyhisselam haqqında olan hədisləri. Cebrail o mələkdir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Allah Cebrail'i deyir 600 qənətli xəlq edib. Allah subhanahu teala Cebrail aleyhisselamı 600 qənətli xəlq edib. Cebrail'in 600 qənəti var. Peyğəmbər sallallahu aleyhi ve sellem Sahih Müslimdə hədis keçir iki yerdə. Deyir ki, iki dəfə deyir Cebrail'i özünün qiyafəsində görmüş. Olduğu kimi. Subhanallah. Gör nə deyir. Sallallahu aleyhi ve sellem. Deyir ki, bir qənət açmış deyir. 599 qənət bağlıdır. Bir dənə qanı da sıx. İndi vəsf edir Peyğəmbər sallallahu aleyhi ve sellem. Deyir ki, onu görəndə deyir, üfüqün deyir, harasına baxırdın deyir, göyün arasına. Onu görürdün deyir, subhanallah. Bir şey versin Allah'a. Vallahi dəhşət. Hara baxırdım deyir, sallallahu aleyhi ve sellem. Bax, indi bizim burada üstümüzdə örtülü bir yer var da. Biz birimiz örtülü yerdə olmayanda, yanında. Hara baxanları görürük, buludlar görürük, düzdür. Siz düşünün ki, buludların əvəzinə hara baxırdı deyə Cebrail'i görürdü. Sallallahu aleyhi ve sellem. Hara sevirdin onu görürdün deyə. Allahu akbar. İndi sual. Bu cür əzəmətli məxluq, bu məxluqdur da, düzdür? Aleyhisselam. Bəs Xaliq necür? Onu yaradan Xaliq, Allahu akbar. Subhanahu teala. Allah'ı tanımaq lazım, həqiqətən. Bizdə Allah korusun, Allah bizim hamımızı ıslah eləsin. Allah haqqında elm sıfırdır, Allahu akbar. Yəni ona görə günahlar belə, günahları su içmiş kimi edir ya, Allah korusun. Olmaz belə eləmək, subhanallah. Biz nə qədər Allah'tan uzaq düşmüş, Allahu akbar. Nəyə görə belə oldu? Yəni Allah'a yaxınlaşmalı, Allah'ı tanımaq lazımdır. Allah əzəmətlidir, subhanahu teala. Allah'ın əzabı şiddətlidir. Biz arada fikirləşməliyik ki, qövmlər olub, qövmlər. Allah qövmləri məhv eləyib günahlara görə. Allah alt üst eləyib, subhanallah. Lut qövmünü Allah subhanahu teala, bilirsiniz, Lut qövmünün harada, Yardaniyada baş vermişdi. Ölü dəniz eşitmişsiniz, tarixdə oxumuş bəlkə də görmüş. Ölü dəniz var, Bəhrul Meyyid. Allah o dənizin və sakinlərini yuxarı qalxızıb, aliyəhə, səfiləhə. Allah qalxızıb yuxarı, batırıb aşağı. Bütün qövmü, bütün məmləkəti. Dünyanın ən çökək yeri Yardaniyadır. Subhanallah, dünyanın ən çökək yeridir. Tarixə, coğrafiyaya baxanda görürük ki, həqiqətən dəhşət. Allah qövmləri məhv eləyib, Allahu akbar. Alt üst eləyib. Günahlara görə. Günahlar əzəmət.